Dəyərli abituriyentlər, hər birinizi salamlayıram. Bugün şagirdim Ramalı sizlərə təqdim edirəm. Demək, Ramal hal-hazırda 10-cu sinifdə oxuyur və 9-cu sinif buraxılış imtahanında 255 bal toplayıb. Azərbaycan dili və ingilis dili fənni 90+ olub. Riyaziyyat fənni isə 80 bal, 80 üzərində olmuş, səhv etmirəmsə. Ramalı təqdim etmə məqsədim ondan ibarətdir ki, Ramal bu vaxta qədər 1-ci qrupa hazırlaşıb, dəyərli abituriyentlərimiz. Bu gün isə, yəni bir həftə olaraq qərar verib ki, mən 3-cü qrupa hazırlaşmaq istəyirəm. Əlavə olaraq tarix və ədəbiyyat fənnini oxumaq istəyirəm. Ramal, 3-cü qrupa keçməkdə məqsədin nədir, fikrin nədir? Niyə görə məhz 1 il qalmış qrupunu dəyişdin? Bu haqqda bizə məlumat ver. Arzum polis olmaq idi. Ona görə öz peşəmi seçdim. Yəni Ramal demək polis akademiyasına qəbul olmaq istəyir. Ona görə mübarizə aparacaq bundan sonra. Dəyərli abituriyentlər, bu videonu çəkmədə məqsədimiz ondan ibarətdir ki, yəni 1 il qalmağına baxmayaraq Ramal 3-cü qrupa hazırlaşmaq qərarına gəlir və ədəbiyyat kimi, tarix kimi və yaxud da Azərbaycan dilinin blok səviyyəsi uyğun olaraq hazırlaşmaq istəyir. Dəyərli abituriyentlərimiz, siz də heç qətiyyən ruhdan düşməyin, mübarizə aparın. Əgər Ramal 1 il qalmış 3-cü qrupa hazırlaşma qərarına gəlibsə, demək sizlər də mübarizə aparıb uğur qazana bilərsiniz. Heç də gec deyil, qarşıda tam 1 iliniz var, mübarizə apara bilərsiniz. İnşallah qarşıda videolarımızda da Ramal haqqında sizlərə məlumat verəcəm ki, hazırlıq səviyyəsi necə gedir və Ramal necə hazırlaşır. Ramal, demək Ramalın ətrafında olan bir çox insanlar Ramala inanmırlar ki, Ramal 3-cü qrupda mübarizə apara bilər. Çünki əvvəldən 1-ci qrupa hazırlaşıb. Mən bir müəllim olaraq, Ramal da bir abituriyent olaraq söz verir ki, biz 3-cü qrupda yüksək nəticə göstərəcək və inşallah Ramal da polis akademiyasına qəbul olacaq. Eyni zamanda sizlər də Elnur müəllimin əyani və onlayn dərslərinə qoşulmaq istəyirsinizsə, aşağıda qeyd edilən nömrəni WhatsApp-ına yaza bilərsiniz. Bu yolda hər birimizə uğurlar arzu edirik. Elə Ramal, inşallah növbəti videoda görüşəcəyik. Təşəkkür edirəm.